sələflərdən biri, qardaşlarım, gedir. Bir bağban olaraq bir zəngin insanın bağında işləməyə gedir. Bunlar müqavilə bağlayırlar, işə götürən müqavilə bağlayır, hansı şərtlər üzərində. Deyir ki, sən hər gün bu bağda ağacları sulayacaqsan. Deyir başda, işi budur. Yəni gəlir ki, hər gün buna tapşırılır, bağı sulayacaq. Bir gün görürlər ki, qardaşlarım, şiddətli və güclü yağış yağır. Bağban da yağışın altında ağacları sulayır. Bağban yağışın altında ağacları sulayır. Buna deyirlər ki, sən bütün göllərin və çayların sularını bura axıtsan, Allahın yağışla o ağacları suladığı kimi sulaya bilən deyilsən. Niyə belə eləyirsən? Yağır da, göydən yağır yəni. Deyir ki, məni işə götürəndə yağış yağsa ağacları sulama deməyib. Deyib ki, hər gün ağacları sulayacaqsan. Bu mənim ona qarşı olan əmanətimdir. Xəyanətimdən deyil. Aydındır? Hətta adamlar, qardaşlarım, işində belə heç onun sahibi, iş yiyəsi heç nə deməyəcəkdir.